Rəhman və Rəhim olan Allahın adıyla salam, xoş gördük əziz möminlər. Oruz namazlarınız qəbul olsun. Növbəti ayəmiz bu günləri Quran-ı Kərimin Zümər surəsindəndir. Zümər surəsinin 23-cü ayəsi. Zümər surəsinin 23-cü ayəsində mütəal olan Allah buyurur: Allah sözün ən gözəlini nazil etdi. Həmin bu ayənin bir hissəsində buyurulur: Allah sözün ən gözəlini nazil etdi. Başa düşdüyünüz kimi də söhbət Quran-ı Kərimdən gedir. Əlbəttə biz Quran-ı Kərim haqqında mövzulara toxunmuşduq, ayələrə toxunmuşduq. Amma yenə də toxunmağa ehtiyac var. Hər bir zaman Quran-ı Kərimin barəsində danışmağa ehtiyac var. Çünki Quran-ı Kərim bizim həyatımızın kitabıdır, həyatımızın yol göstərənidir və Quran-ı Kərim bütün dərdlərə dəva olan bir kitabdır. Ramazan mübarək də eyni zamanda Quran-ı Kərimin nazil olduğu aydır və ona görə biz bu fürsətdən də istifadə edib təkrar bəzi vaxtlarda ara sıra qayıdacaq Quran-ı Kərim haqqında olan mövzularımızdan. Həqiqətən də kəlamların ən gözəlidir. İnsan eşidən vaxtında insanın ruhunu oxşayır, insanın düşündürür, insanı istiqamətləndirir. Və Quran-ı Kərimdə biz bir çox şeylər tapa bilərik. Əlbəttə bəziləri çıxıblar və olublar, olacaqlar da. Bunlardan heç narahat olmaq lazım deyil. İslam dini aciz bir dindir ki, bunlara cavab verməsin. Bəziləri indi çıxırlar deyirlər ki, ay yox, nə bilim, təhrif olunub, ay belə olub, ay o qədər ayə olub, ay bu qədər. Yəni bu kimi sözləri də deyənlər vardılar. Biz bunlara fikir verməyik, bunlara baxmayaq. Bunların hər birinin özünün ayrı-ayrılıqda cavabları var. Ayrı-ayrılıqda özləri bir mövzulardır və lazım olan qədəricə cavablar verilib və bundan sonra da inşallah veriləcək. Çünki yenə də qeyd edim ki, bayaq dediyim kimi, İslam dini aciz olan bir dindir ki, bunlara cavab verə bilməsin. Biz qayıdırıq öz mövzumuzun üstünə, Quran-ı Kərimin üstünə. Quran-ı Kərim dedik ki, insanın həyat kitabıdır. Balaca bir xatirə danışım. Balaca bir xatirə və bu xatirə ilə bağlı olan hədis təxminən 91-92-ci il idi. Kiçik yaşlarımız var idi. O vaxtı Təzəpir məscidində mərhum Hacı Adil Quran dərsi deyirdi. Təzəpir məscidinin bir küncündə bu Quran dərsi deyirdi. O qədər tələbələr çox idi. Rəhmətli ustadımız səs çatsın deyə, arxada oturanlar da eşidə bilsinlər deyə. Çünki yarı tərəfdə qadınlar əyləşirdi, yarı tərəfdə kişilərin yeri idi. Hamıya səs çatsın deyə mikrofonla bu dərsi deyirdi. O zaman bizə bir qari gəlmişdi, qonaq. Bir nəfər idi, qari idi, gəlmişdi. Bizim üçün Quran oxudu, Quran barəsində danışdı. Dedi, bir xatirə olaraq bir hədis də yazın. Yazı lövhəsində bir hədis yazdı. Hədis təxminən, hədis bu idi ki, hədisdə buyurulurdu: Quran müminin ağzının nöqtəsidir. Ki, bu hədisi yazdı, getdi və biz bunu qeyd elədik. Bunu qeyd eləyəndən sonra bir müddətdən sonra, çünki kiçik yaşım var idi, bir neçə müddətdən sonra, bir neçə ildən sonra həmin o qeydlərə baxanda gördüm ki, həqiqətən də bu cür nədir. Quran müminin ağzının nöqtəsidir. Yəni, nə cür nə? Nöqtanı biz bilirik ki, atın başına salarlar və atı istiqamətləndirmək üçündür. At, məsələn, yoluna ayrı gedəndə sağ eləyirsən, sağa tərəf qayıdır, sola eləyirsən, məsələn, sola tərəf qayıdır. Quran da bu cür nədir? Bizim həyat kitabımızdır. Biz birdən, məsələn, ayağımızı əgər səhv qoysaq, səhv istiqamət götürsək, Quran bizi təzədən öz istiqamətimizə qaytaracaq, təzədən öz yolumuza tərəf qaytaracaq. Və ona görədir ki, gərək sözlərin ən gözəlini ki, Allah nazil eləyib, onu ilə dost olaq, ən gözəlini öyrənək və bu ayda bizim üçün bir fürsətdir. İnşallah gələn səfərdə bu mövzunu davam etdiririk. Sağ olun, Allahın amanında qalın.